Pizza xəmirini başlanğıcdan sona kimi düzgün ardıcılıqla yoğursanız, bu cür gözəl xəmirləriniz alınacaq. Unu xəmir yoğuranın bir tərəfinə əlavə edib, duzu unun üzərinə, kənarda bir boşluq hissəsinə şəkər və mayanı əlavə edib, soyuq suyu əlavə edib 15 dəqiqə xəmirimizi yoğururuq. Xəmirimiz hazır olmağa az qalmış zeytun yağını əlavə edib 2-3 dəqiqədə yoğurub, xəmirimizi 3 saat və daha çox mayalanmaya qoyuruq. Masamızı yağlayıb, xəmiri masanın üzərində 2-3 tur qatlayırıq. Görün, soyuq suyla, soyuq südlə, buzla yoğurulmuş xəmir necə mayalanıb. Konteynerlərimizdə həmçinin yağlayırıq, az miqdarda yağlayırıq. Xəmirimizi konteynerlərə doldurub, ağzına qapaq qoyub soyuducuda saxlayırıq. Bugün yoğurduğumuz xəmiri bugün istifadə etmirik. Buyurun, baxın, bəyənin, təşəkkürlər.